Salam müəllimlər, bugün biz Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları mövzusunu keçəcəyik. Burada ümumi təhsilin dövlət standartlarına nə deməkdir? Yəni necə tərif veririk? Biz alt standarta, qiymətləndirmə standartına tərif verdik. Dövlət standartı necədir? Yəni təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Demək, burada əlavə artırdıq nəyi? Bilik, bacarıq plus vərdiş. Təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Deməli, dövlət standartı nə oldu? Bu oldu dövlət standartı. Digər adı nədir? Təhsil standartı. Təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, bir müəllim bilikli, savadlı olmalıdır. O biliyini praktik olaraq tətbiq etməyə bacarmalıdır və bu bacarıq avtomatikləşmiş hərəkətə çevrilməlidir və özü kimi də şagirdlərini bilik, bacarıq, vərdişlərlə yiyələndirməlidir. Dövlət standartı budur. Yəni, təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Və müasir təlim modellərində müəllimlə şagird subyekt yanaşmasında fəaliyyət göstərirlər. Yəni, əvvəl müəllim subyekt idi, şagirdə isə obyekt kimi baxılırdı. Yəni, aktiv olan müəllim idi, şagird passiv dinləyici idi. Amma müasir təlim modelində belə deyil. Şagird aktivdir və subyekt yanaşması, əməkdaşlıq şəraitində burada təlim-tərbiyə prosesi qurulur. Və bu subyekt yanaşmasının doğru təmin olunması üçün pedaqoji tələblər yaranıb. Hansılardır? Onları öyrənək. Demək, hansı pedaqoji tələblər var? Pedaqoji prosesin tamlığı və təhsildə bərabər imkanların yaradılması, şəxsiyyət yönümlülük, şagird yönümlülük, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, inklüzivlik, məktəb valideyn əlaqələrinin tənzimlənməsi. İndi biz bunları öyrənməmişdən əvvəl, demək, dövlət standartlarında nələr var? Bu təlim-tərbiyə prosesi hansı səriştələri formalaşdıracaq? Onlara baxaq. Təfəkkürlə bağlı səriştələr var. Təfəkkürlə bağlı səriştələr. Yəni, birbaşa təfəkkürlə bağlı olan səriştədir ki, şagird düşünərək bunu edəcək. Yaradıcı təfəkkür, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə, müstəqil öyrənmə, yəni təfəkkürü ilə, düşüncəsi ilə, beyni ilə bağlı olan səriştələrdir. Və ibtidai məktəbə hazırlıq 5 yaşlı şagirdlərdən tutmuş 11-ci sinifə qədər, tam orta təhsil səviyyəsinə qədər bu təfəkkürlə bağlı səriştə, fəaliyyətlə, dəyərlərlə bağlı səriştələr şagirdlərə sadədən mürəkkəbə doğru öyrədilir. Fəaliyyətlə bağlı hansı səriştələr var? Fəaliyyətlə bağlı səriştələr demək, ünsiyyətdir, əməkdaşlıqdır, rəqəmsal savadlıqdır, informasiya savadlığıdır, maliyyə savadlığıdır. Bax, bunlar olur fəaliyyətlə bağlı səriştələr. Birbaşa fəaliyyət var burada. Biz bunu necə yadımıza saxlaya bilərik? Dəmir sözü ilə yadımıza saxlaya bilərik. Dəmir. Yəni, ünsiyyəti dialoqu ünsiyyət kimi götürürük. Deməli, ünsiyyət, əməkdaşlıq, maliyyə savadlığı, qısa yazıram, savadlığı,
informasiya savadlığı, və rəqəmsal savadlıq. Savadlılıq. Demək, fəaliyyətlə bağlı səriştələr hansılar oldu? Dəmir sözü ilə onu biz yadımıza saxladıq. Yəni, dialoqdakı ünsiyyəti götürürük. Ünsiyyət, əməkdaşlıq, maliyyə savadlığı, informasiya savadlığı və rəqəmsal savadlıq. Bunlar şagirdlərdə formalaşdırılır. Məktəbə hazırlıq səviyyəsindən tutmuş, tam orta təhsil səviyyəsinə qədər şagirdlərdə formalaşdırılır. Daha sonra dəyərlərlə bağlı səriştə var. Dəyərlərlə bağlı səriştə nədir? Milli kimliyin dərki, milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət. Yəni, milli kimliyin dərki, milli iftixar hissi nədir? Biz şagirdlərə gerbimizi, bayrağımızı, vətənimizi sevdirməliyik. Məktəbə hazırlıqdan tutmuş, tam orta təhsil səviyyəsinə qədər və adət-ənənəmizi sevdirməliyik, mədəniyyətimizi sevdirməliyik. Bu olur milli kimliyin dərki, milli iftixar hissi. Fəal vətəndaş mövqeyi nədir? Yəni, hər bir şəxs öz yaşadığı bölgə haqda məlumatlıdır. Onun tarixi şəxsiyyətləri haqda, onun mədəniyyəti haqda məlumatlıdır. İqlimi haqda və s. Daha sonra şəxsi və sosial məsuliyyət, yəni hər bir insan öz davranışını nəzarətdə saxlayır və öz işini məsuliyyətlə yerinə yetirəcək. Yəni, şəxsi və sosial məsuliyyət odur ki, cəmiyyət arasında öz davranışını nəzərində saxlayır, öz davranışına fikir verir, düzgün davranır. Daha sonra demokratiya və insan hüquqlarına hörmət. Əgər hər bir insanın hər hansı bir səhvi varsa, onu toplum içində demək bu yanlışdır. Yəni, həmin insanı toplum içərisində sındırmaqdır. O baxımdan demokratiya və insan hüquqlarına hörmət belədir ki, yəni bütün insanlığa hörmətdir bu. Yəni, hər bir insanın bir zəif nöqtəsi var, onu gizlin saxlamaq, onu toplum içində deməmək, konfidensiallığı qorumaq elə demokratiya və insan hüquqlarına hörmətin içərisindədir. Mədəni müxtəlifliyə hörmət nədir? Yəni, fərqli xalqın nümayəndəsidir, etnik qrupun nümayəndəsidir, neqroiddir, monqoloiddir, avropoiddir, fərq etməz. Yəni, mədəni müxtəlifliyə hörmət hər bir xalqın adətinə, ənənəsinə, onun dininə, dilinə hörmətlə yanaşırıq. Bu olur mədəni müxtəlifliyə hörmət. Dəyərlərlə bağlı səriştələrdir. Yəni, bu səriştələri məktəbdə bütün şagirdlər mənimsəməlidir və bir vətəndaş kimi formalaşmalıdır. İndi subyekt-subyekt yanaşmasında hansı pedaqoji tələblər var, ona baxaq. Pedaqoji prosesin tamlığı, yəni təhsil məqsədlərinin öyrədici, inkişaf etdirici və tərbiyə edici xarakter daşımasıdır. Yəni, nə deməkdir bu? Biz dərsin izahını edirik, öyrədirik, yönəldici suallar əsasında şagirdlərin öyrənməsini təmin edirik və onu həyatla əlaqələndiririk, hansı tətbiq sahələri var, onu şagirdlərə bildiririk və keçilən o mövzuya aid test tapşırıqları, sual-cavab və yaxud hər hansı bir məsələ misal həll etdiririk. Bax, bu olur inkişaf yönümlü, yəni inkişaf etdirici xüsusiyyəti. Pedaqoji prosesin tamlığı. Əgər müəllim dərsi izah etdi, onu inkişaf etdirmədisə, sual-cavab etmədi, tapşırıq vermədi, artıq burada pedaqoji prosesin tamlığı pozulur. Və yaxud həyatla əlaqələndirmədi, pedaqoji prosesin tamlığı pozulur. Mahiyyətini başa sala bilmədi, yəni şagird dərsin mahiyyətinin nədən ibarət olduğunu bilmirsə, yəni pedaqoji prosesin tamlığı pozulur.
Daha sonra təhsildə bərabər imkanların yaradılmasıdır. Bu nə deməkdir? Təhsildə bərabər imkanların yaradılması. Burada biz açar söz olaraq elə imkan sözündə immi bunu götürürük. Təhsildə bərabər imkanların yaradılması. Yəni təlim şəraiti bütün şagirdlər üçün eyni olmalıdır. İnfrastrukturdan, maddi texniki bazadan istifadə etdikdə bütün şagirdlər eyni tərzdə faydalanmalıdır bu maddi texniki bazadan, bu infrastrukturdan. Məsələn, sinifdə 30 nəfər şagird var, 20 kompüter var. 20 nəfər şagird kompüterdə deməli işləyir, amma 10 nəfər durub baxır. Artıq burada təhsildə bərabər imkanların yaradılması pozulur. Növbə ilə hər bir şagirdə eyni vaxt ayrılmalıdır və bütün şagirdlər o infrastrukturdan, maddi texniki bazadan eyni səviyyədə, yəni eyni təlim şəraiti ilə təmin olunmalıdır. Və yenə M-ni götürürük, şagirdin marağı, meyli, potensial imkanı nəzərə alınır. Burada şagird yönümlülük prinsipi var, təhsildə bərabər imkanların yaradılması. Şagird yönümlülük prinsipi bunun içərisindədir. Necə şagird yönümlülük prinsipində biz necə yanaşırdıq şagirdə? Şagirdin meylini, maraq və tələbatlarının ödənilməsi, istedad və qabiliyyətlərinin potensial imkanının inkişafına yönəlik biz davranırdıq şagirdlə. Burada da şagirdə fərdi yanaşacağıq, onun marağına, onun potensial imkanına uyğun onu deməli inkişaf etdirəcəyik. Yəni bu da olur təhsildə bərabər imkanların yaradılması və hər bir şagirdin özünün bilik səviyyəsi var. O bilik səviyyəsinə uyğun o şagirdlərə tapşırıq verəcəyik. Yəni bu da elə bərabər imkanların yaradılması deməkdir. Yəni mən eyni tipli tapşırığı bütün sinifə verim. Bu sinifdə yaxşı oxuyan şagirdlər var, yəni yuxarı təfəkkür səviyyəsinə malik olan şagirdlər var. Zəif oxuyan, orta oxuyan şagirdlər var. Aşağı təfəkkür səviyyəsinə malik olan şagirdlər var. Yaxşı oxuyanlar tapşırığı tez yazacaq, amma digərləri durub baxacaq. Ona görə də müəllim hər bir şagirdin bilik səviyyəsinə uyğun tapşırıqlar hazırlamalıdır. Hər bir şagird öz səviyyəsindən inkişaf etməlidir. Bu olur təhsildə bərabər imkanların yaradılması. Şagird yönümlülük prinsipi, şəxsiyyət yönümlülük prinsipi keçmişik biz. Yəni burada pedaqoji tələbdə də şəxsiyyət yönümlülük pedaqoji tələbi var. Burada da idrak, ünsiyyət, psixomotor fəaliyyət, həyati bacarıq, milli və bəşəri dəyərlər, açar sözlərimiz bunlardır. Yəni şagirdin düşüncəsi, qavraması nəzərə alınır. Ünsiyyət, yəni müəllim şagird arasında o ünsiyyət və yaxud şagird arasında ünsiyyətin düzgün qurulması. Daha sonra psixomotor fəaliyyət, yəni hərəki bacarıqlar. Şagird burada riyaziyyat, fizika, kimyadan deyil. Məsələn, gözəl rəsm çəkir, əl işləri var, musiqi alətində ifa edə bilir və yaxud idmançıdır. Bax, bunlar hərəki bacarıqlardır ki, müəllim bunu nəzərə alıb o sahədə şagirdi inkişaf etdirəcək. Həyati bacarıqlar inkişaf olunmalıdır. Yəni, bu nə deməkdir? Çeviklik var, liderlik var. Daha sonra təşəbbüskarlıq, sosiallıq, produktivlik bacarıqları var ki, bu 21-ci əsr bacarıqları sırasındadır. Biz bunu şagirdlərdə formalaşdırmalıyıq. Yəni, liderlik bacarığı nədir? Şagird komandaya rəhbərlik edir, o komandaya motivasiya verir və inkişafa doğru öz arxasınca aparır. Və çeviklik bacarığı nə deməkdir? Hər hansı bir planlı iş prosesi var, bir anda şərait dəyişdi. Artıq biz burada planı dəyişməliyik, yeni bir fikir ifadə etməliyik. Bu anında qərar qəbul etmə bacarığıdır ki, bu çeviklik bacarığı hesab olunur və bu da şagirdlərdə inkişaf etdirilməlidir ki, bu da həyati bacarıqlardan biridir. Liderlik, çeviklik dedik, sosiallıq bacarığı, yəni əməkdaşlıq, ünsiyyət bura aiddir. Daha sonra təşəbbüskarlıq bacarığı, hər hansı bir fikir, ideya irəli sürəcək, təşəbbüs irəli sürəcək.
Daha sonra produktivlik bacarığı. Produktivlik bacarığı nə deməkdir? Yəni şagird qarşısına çıxan maneələrə yox deyə bilib nəticə yönümlü çalışmaq bacarığıdır bu. Məsələn, hər bir insana aiddir. Məsələn, biz bizə lazım olan bir informasiyanı əldə etmək istəyirik. Məsələn, YouTube üzərindən. Qarşımıza o qədər dırnaqarası rəngarəng verilişlər çıxır ki, biz bir də oyanırıq ki, 4 saat keçib biz verilişlərin əhatəsində qalmışıq. Heç bir tapşırığı da əldə etməmişik, öyrənməmişik. Deməli, bizim hansı bacarığımız yoxdur? Produktivlik bacarığımız yoxdur. Produktivlik bacarığı qarşımıza çıxa biləcək maneələrə yox deyə bilmək bacarığıdır və nəticə yönümlü çalışmaq bacarığıdır. Bunlar hər biri aiddir, deməli, şəxsiyyət yönümlülük prinsipinin içərisinə, həyati bacarıqlardır bunlar. Milli və bəşəri dəyərlər. Yəni, biz dəyərlərlə bağlı səriştələri öyrəndik. Təfəkkürlə bağlı, fəaliyyətlə bağlı səriştələr hər üçü daxildir şəxsiyyət yönümlülük pedaqoji tələbin içərisinə. Yəni, milli kimliyin dərkimli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət. Bax, bunların hər biri dəyərlərlə bağlı olan səriştədir. Məsələn, testlərdə düşdü sizə demokratiya və insan hüquqlarına hörmət. Kurikulumun hansı prinsipinə aiddir? Dəyər var burada, dəyərlərlə bağlı. Dəyər hansı prinsipdə idi? Əlbəttə ki, şəxsiyyət yönümlülük prinsipində idi. Və yaxud fəaliyyətlə bağlı prinsiplərdən, səriştələrdən düşdü. Yenə də biz şəxsiyyət yönümlülük prinsipini deyəcəyik. Təfəkkürlə bağlı yaradıcı, tənqidi, problem həll etmə, qərar qəbul etmə, müstəqil öyrənmə. Bax, bunların hər biri şagirdlərdə formalaşdırılır və bu səriştələr bacarıqlardır ki, 21-ci əsr bacarıqları sırasındadır. Daha sonra şagird yönümlülük prinsipi var. Şagird yönümlülük prinsipi, yəni pedaqoji tələbi daha doğrusu nədən ibarətdir? Kurikulumun prinsiplərində şagird yönümlülük prinsipi nə idi? Şagirdlərin mənafeyini, maraq və tələbatlarının ödənilməsi, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsinə ibarət idi. Burada da yenə biz onu nəzərə alaraq həmin şagirdi formalaşdırırıq və pedaqoji tələbi, şagird yönümlülük pedaqoji tələbini qoruyuruq. Onu gündəmdə saxlayırıq ki, subyekt münasibəti düzgün inkişaf etsin. İnkişaf yönümlülük prinsipinə baxaq. İnkişaf yönümlülük prinsipi nədir? Şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi. Nə deməkdir bu? Yəni, tutaq ki, biz hər hansı bir kiçik summativ qiymətləndirmə aparmışıq və yaxud rəhbərlik, böyük summativ qiymətləndirmə aparıb, bunun təhlili olmalıdır. Şagird harda səhv edib? Bu səhvlərin izahı verilməlidir ki, şagird yenidən o səhvi təkrar etməsin. Yəni, hər bir insan səhvlərindən inkişaf edir. Səhvini öyrənir, o səhvi bir də təkrar etmir, inkişaf edir. Və inkişaf yönümlülük prinsipi də bundan ibarətdir ki, şagirdin hansı, məsələn, qiymətləndirmə ilə bağlı təhlil apardım, əldə olunan o nəticələr əsasında şagirdi inkişaf etdirmək üçün kompleks tədbirlər həyata keçirirəm. Harda zəifdir, o zəif olan hissəsini mən inkişaf etdirirəm. Yenidən vaxt ayırıram, onu şagirdə mənimsədirəm, öyrədirəm. Fəaliyyətin stimullaşdırılması nə deməkdir? Fəaliyyətin stimullaşdırılması. Bax, bu İnkişaf yönümlülüklə eynidir. Sadəcə olaraq fərqi nədir? İnkişaf yönümlülükdə biz şagirdin səhvini izah edirdik, başa salırdıq. Stimullaşdırılmasında isə belə deyil. Şagirdin səhvini deyirik, ona izah etmirik, ona stimul veririk, istiqamət veririk, ona yol göstəririk ki, şagird özü o marağına, o motivasiyasına uyğun fəaliyyətini inkişaf etdirsin. Fəaliyyətin stimullaşdırılması budur. Yəni, şagird nailiyyətlərinin izlənilməsi, dəyərləndirilməsi,
istiqamətində tədbirlərin görülməsi, fəaliyyətin stimullaşdırılmasıdır. Dəstəkləyici mühitin yaradılması nə deməkdir? Dəstəkləyici mühitin yaradılması, yəni burada sağlam mənəvi psixoloji mühit var və təhlükəsizliyinin təmin olunması, yəni təhlükəsiz təhsil şəraiti ilə şagirdin təmin edilməsi. Sağlam mənəvi psixoloji mühit nədir? Şagirdin qorxmadığı, çəkinmədiyi bir mühitdir. Şagird tam sərbəstdir, istədiyi, əlbəttə ki, onun üçün qaranlıq qalan təhsillə bağlı və yaxud hər hansı bir sualı varsa, müəllimə rahat şəkildə verə biləcək. Müəllimdən qorxmadığı, çəkinmədiyi bir mühit sağlam mənəvi psixoloji mühit sayılır. Və təhlükəsiz təhsil şəraitindən təmin olmaq. Biz şagirdlərdə təkcə bilik, bacarıq deyil, həm də onun təhlükəsizliyini təmin edirik. Məsələn, laboratoriya işidir. O cihazlara, o naqillərə biz nəzarət edirik. Əvvəlcədən onun normal işləməsini bilməliyik. Məsələn, açıq naqillər ola bilər ki, Allah qorusun, burada hər hansı bir xoşagəlməz hadisə baş verə bilər. Bu da dəstəkləyici mühitin pozulmasına gətirib çıxarır. Yəni, təhlükəsiz təhsil şəraiti ilə təmin edilməsi dəstəkləyici mühitdir. Sağlam mənəvi psixoloji mühitin yaradılması dəstəkləyici mühitdir. Burada elə S-la, deməli, dəstəkləyici mühitdə S, bir də T-nı götürürük. Sağlam mənəvi psixoloji mühitin yaradılması, bir də təhlükəsiz təhsil şəraiti ilə təmin olunma. Deməli, buna aid edirik, T-nı da aid edirik təhlükəsiz təhsil şəraiti ilə təmin olunmasına. İnklüzivlik nədir? İnklüzivlik, yəni sağlamlıq imkanı məhdud olan şagird var, yəni psixi, fiziki, intellektual xüsusiyyətlərindən, sağlamlıq imkanlarından asılı olmayaraq təhsilin bütün uşaqlar üçün əlçatan olması, ayrı seçkilik yol verilməzdir. Bu şagird, məsələn, daha sürətli cavab verir, mən ona daha çox sual verim və yaxud bu şagird kəkəliyir, o cavab verənə qədər, yəni mən onu gözləmə, dinləmə mədəniyyəti olmalıdır ki, hər bir şagirdi ayrı seçkilik olmaz. Yəni, kəkələsə də və yaxud hər hansı bir qüsurlu şagird olsa da biz səbirlə, təmkinlə onu dinləməliyik və onu inkişaf etdirməliyik. İnklüzivlik budur. Ayrı seçkilik yol verilməzdir. Yəni, hər bir şagird üçün, uşaq üçün təhsil əlçatandır. Məktəb valideyn əlaqələrinin tənzimlənməsi var. Bu nə deməkdir? Yəni, biz təhsil üçbucağı deyən bir anlayış var. Yəni, məktəb, valideyn, şagird. Məktəb, valideyn və şagird. Məktəbin də, valideynin də ideyası, fikri odur ki, şagirdi bir şəxsiyyət kimi formalaşdırsın. Və burada bu işi həyata keçirmək üçün müəllimlə valideyn qarşılıqlı əməkdaşlıq şəraitində şagirdi bir şəxsiyyət kimi formalaşdırmalıdır. Yəni, valideynlər məktəblərə cəlb olunmalıdır, maarifləndirmə işi aparılmalıdır. Birlikdə o təhsildə olan o problemlər, o çətinliklər, şagirdlə bağlı olan o zəiflik, o narahatçılıq aradan qaldırılmalıdır. Pedaqoji tələblər bu qədər. Demək, biz pedaqoji tələbləri öyrəndik və digəri təfəkkürlə, fəaliyyətlə, dəyərlərlə bağlı səriştələrdən də biraz danışaq. Biz dedik ki, təfəkkürlə bağlı səriştələr hansılardır? Yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə, müstəqil öyrənmə. Bunlar təfəkkürlə, düşünməklə bağlı olan səriştələrdir. Məktəbə hazırlıq səviyyəsindən tutmuş, ibtidai təhsil səviyyəsi, ümumi orta təhsil səviyyəsi, tam orta təhsil səviyyəsinə qədər sadədən mürəkkəbə doğru inkişaf edə formalaşır. Yəni, məsələn, yaradıcı təfəkkür 5 yaşlı şagirdlərdə, məktəbə hazırlıqda əşyalardan qeyri-adi formada istifadə edir. Deməli, əşyalardan qeyri-adi formada istifadə edir. Müəllim park üzərinə
müxtəlif əşyalar yığır və şagirdlərin təfəkkürünü yoxlamaq üçün deyir, məsələn, bu əşyadan nə kimi istifadə edərsən fərqli olaraq. Şagird öz düşüncə tərzinə uyğun, məsələn, qələmi götürəcək, əgər qələm varsa, deyəcək ki, mən bu qələmlə saçımı yığaram və yaxud bu qalstukla kəmər kimi istifadə edə bilərəm. Fərqli bir fikir söyləyəcək, əşyalardan qeyri-adi istifadə edəcək. Mövcud olanlara orijinal əlavələr və düzəlişlər edir. Artıq ibtidai təhsil səviyyəsində olan şagirdlər yaradıcı təfəkkürü inkişaf etdirmək üçün deməli mövcud olanlara orijinal əlavələr və düzəlişlər edir. Ümumi orta təhsil, yəni 9-cu, 5-9-cu siniflərdə qeyri-standart yanaşma nümayiş etdirir. Məsələn, qeyri-standart yanaşma, yəni yaradıcılıq nə deməkdir? Çərçivədən kənara çıxmaq, fərqli düşünmək, alternativlər seçmək, yeni bir fikir ifadə etmək, yeni bir həll yolu demək, özünə məxsus, yəni bir problem var, o problemin bir çox həll yolları var. Əgər şagird yeni bir həll yolu irəli sürürsə, o şagirddə yaradıcı təfəkkür var. Yəni, özünə məxsus tərzdə, çərçivədən kənara çıxaraq o problemi özünə məxsus tərzdə yeni bir həll yolu verir. Məsələn, beyin həmləsi iş üsulunda hər bir şagird o açıq suala fərqli cavablar verəcək. Nə üçün? Çünki şagirdin hər birinin özünə məxsus düşüncə tərzi var. O suala da özünə məxsus tərzdə cavab verib, cavabını əsaslandıracaq. Yəni, bu olur şagirddə yaradıcı təfəkkürün inkişaf etdirilməsi haqda deməli, müxtəlif üsullar. Problem həll etmədi, qərar qəbul etmədi, müstəqil öyrənmədi. Hər biri deməli, burada öz əksini tapır. Fəaliyyətlə bağlı səriştələrdə də ünsiyyətdir, əməkdaşlıqdır, rəqəmsal savadlıq, informasiya, maliyyə savadlığıdır ki, bunlar da deməli, fəaliyyətlə bağlı səriştədir ki, şagirdlərdə formalaşdırılır. Məsələn, ünsiyyət etiketlərinə riayət edir. Məktəbə hazırlıq təhsil səviyyəsində 5 yaşlı şagird. İbtidai təhsil səviyyəsində 1-ci, 4-cü siniflərdə öz fikrini ifadə etməyi və digərlərini dinləməyi bacarır. Bu bir səriştədir, bu bir 21-ci əsr bacarığıdır, dinləmə mədəniyyəti. Yəni, şagird qarşısındakini dinləməlidir. Hər bir insan qarşısındakini dinləməlidir, səbirlə, təmkinlə dinləməyi bacarmalıdır ki, onun nə dediyini tam olaraq düzgün analiz etsin və qarşılıqlı ünsiyyət, anlaşma yaransın. Əgər dinləməsə, problemlər yaranacaq. Yəni, bu da şagirdlərdə formalaşdırılır. Və ana dilində və xarici dildə ünsiyyət qurur. Bu 5-9-cu siniflərə aiddir. 10-11-ci siniflər ana dilində və xarici dildə fikirlərə münasibət bildirir, mülahizələrini əsaslandırır. Bu da demək, daha mürəkkəb bir demək, formada 10-11-ci siniflərdə demək, formalaşdırılır. Əməkdaşlıqdır, rəqəmsal savadlıq, informasiya savadlığı, maliyyə savadlığı. Maliyyə savadlığı nədir? Pula qənaət barədə məlumat. Məsələn, şagirdin şəxsi büdcəsi var, ondan özünə məxsus tərzdə istifadə edir. Yəni, bunlar maliyyə savadlığı, yəni, deməli, bütün təhsil səviyyələri üzrə inkişaf etdirilir. Dəyərlərlə bağlı səriştələrdə də milli kimliyin dərki, milli iftixar hissi, məsələn, dövlət rəmzini tanıyır 5 yaşlı şagird. Bayrağı, gerbi, himnimizi, dövlət rəmzlərinə hörmət nümayiş etdirir. Deməli, 1-4-cü siniflər artıq hörmətlə, sevgi ilə anır bu dövlət rəmzlərimizi. 5-9-cu siniflər, yəni ümumi orta təhsil səviyyəsində olan şagirdlər Azərbaycançılıq ideyalarını mənimsədiyini nümayiş etdirir. 10-11-ci sinifdə Azərbaycançılıq ideyalarını artıq təbliğ edir. Bu olur, demək,
dəyərlərlə bağlı səriştədir ki, milli kimlikdəki milli iftixar hissidir. Fəal vətəndaş mövqeyi nədir? Yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır. Dövlət və dövlətçilik ənənələri barədə məlumatlıdır. Artıq ibtidai sinif şagirdi bunu bacarır. 5-9-cu sinifdə dövlət maraqlarının müdafiəsində öz rolunu dərk edir. 10-11-ci siniflər dövlət maraqlarını müdafiə edir. Şəxsi və sosial məsuliyyət nədir? Davranış mədəniyyəti haqqında məlumatlıdır. Yəni, mən necə davranmalıyam? Artıq bu haqda məlumatlıdır 5 yaşlı şagird. Kiməsə mane olmaq olmaz, məsələn, bunların özümü necə aparacam? Bax, bunların hər biri haqda məlumatlıdır. Daha sonra şəxsi məsuliyyətini dərk edir. Mən nə edəcəm? 1-ci, 4-cü sinifdə oxuyan şagird öz məsuliyyətini dərk edir. Mənim vəzifəm nədir? Mənim işlərim nədir? Mən necə davranmalıyam? Necə fəaliyyət göstərməliyəm? Şəxsi məsuliyyətini dərk etmək budur. 5-9-cu siniflərdə şəxs cəmiyyət münasibətlərini şərh edir, cəmiyyət qarşısında məsuliyyətini dəyərləndirir. Yəni, toplum içində özünü aparmağı bilir. Öz məsuliyyətini başa düşür, anlayır, qiymətləndirir. Cəmiyyət qarşısında məsuliyyətini şərh edir, sosial layihələrdə iştirak edir, könüllülük fəaliyyəti ilə məşğul olur. Məsələn, sosial layihələrdə iştirak edir, turistlər gəlib, məsələn, ölkəmiz haqqında məlumat verir, hər hansı bir könüllü fəaliyyətlə bir fəaliyyət göstərir. Bu da olur, demək, şəxsi və sosial məsuliyyət. Daha sonra demokratiya və insan hüquqlarına hörmət, yəni insan hüquqları barədə təsəvvürə malikdir. 5 yaşlı şagird öz hüquqlarını və vəzifələrini bilir. Hər bir şagird öz hüquq və vəzifələrini bilməlidir və bunlara əməl etməlidir. Bu da şagirdin şagird kimi formalaşmasında əsas rol oynayır. Necə ki, əskərlər, məsələn, 17-18 yaşlı uşaqlar söz eşitmir, yəni, amma onlar əskərlik vaxtı, əskərlik deməli, zamanı oradakı qaydalara, qanunlara əməl edir. Nə üçün? Çünki əskərin hüquq və vəzifələri səhər-axşam əskərə öyrədilir. Artıq o hüququnu, o vəzifəsini yerinə yetirməmiş olsa, ona aid cəza tədbirləri var ki, müəyyən işlər görəcək və bu da nizamlı şəkildə aparıldığı üçün əskər öz işini nizamlı görür. Şagird də öz hüquq və vəzifələrini bilməlidir ki, şagird kimi davranış göstərsin, şagird olduğunu bilsin. Çox təəssüflər olsun ki, şagirdlər, yəni bu, demək, müəllim, valideyn, təhsil üçbucağı deyilən bir anlayış var ki, burada bu münasibətlər düzgün qurulmur. Yəni, hər biri də metodikanı bilməməkdən irəli gəlir. Daha sonra biz mədəni müxtəlifliyə hörmət. Mədəni müxtəliflik barədə məlumatlıdır. Yəni, bilir ki, müxtəlif xalqlar var, 5 yaşlı şagird. Hər bir xalqında özünə məxsus dili var, dini var, mədəniyyəti var. Daha sonra 1-4-cü siniflərdə mədəni müxtəlifliyi, müxtəlif etnik qruplar, dillər, dinlər, irqlərə mənsub insanları qəbul edir. Yəni, 1-4-cü siniflər bu şagirdlərlə birlikdə oynayırlar, münasibət qururlar. Yəni, bu mədəni müxtəlifliyi qəbul edirlər. Sonra 5-9-cu siniflər birgə yaşayış qaydalarına əməl edirlər. 10-11-ci sinif ayrı seçkiliyin yol verilməzliyini əsaslandırırlar. Məsələn, Mongoloid, Negroid, Avropoid irqinə mənsub olan insanlar var ki, bunlar arasında heç bir ayrı seçkilik olmalı deyil. Artıq şagird bunu dərk edir və bu ayrı seçkiliyin yol verilməzliyini əsaslandırır. Dərsimiz bu qədər. Dəyərli müəllimlər, əgər sizin üçün faydalı oldusa, kanala abunə olub, bəyənib, öz dəyərli fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.